Mən onun nəvələrimə yedirtmərəm. Heç səfə. Vallahi ətin qiyməti ilə münasibət özü. Ət bahadır da bu dəqiqə. Əti neçə alırsınız? Əti 15 manata. Danət. Yox, demək olar ki, yox. Az istifadə edirəm elə məhsullardan. Demək olar ki, yox səviyyəsində. Manat 50 qəpik, bu da 5 manat 50 qəpik. Ardasa kilosu da qeyd olunur. Bu kalbasanın məsələn bir dənəsi burada qeyd olunub 525 qram. Yəni yarım kiloqramdan artıqdır. Yəni bir dənəsi ardasa bir kalbasa orta statistik gəlir çıxır 2 manat 70 qəpik, 2 manat 80 qəpik. Bu kalbasanın kiloqramı 8 manatdır. Baxa bilərik. Gördüyünüz kimi heç bir nişanlaması, etiketlənməsi, üstündə heç bir etiket qaydaları mövcud deyil. İstehsal tarixi, sadəcə qiymət, balaca bir qiymət, ştrix kod, o da bilinmir. Yəni buna aiddir yoxsa yox.